ancaq Xocalı əhvalatını gətirin. Çünki Xocalı bizim gəlinlərimizi, qızlarımızı, uşaqlarımıza olunan zülüm, olunan dəhşətli hadisələr heç arada olmuyor. Onların hamısını məhv ediyor. Deməli, Şuşa sonradan alındı, əvvəlcədən alınmamışdı. Elə bir ki, bir hissəsi. Çünki mən onlardan agaham. Hamısı nəzərdən sonra bilmişəm. O heç bir vaxt mənə demirdi. Onlar giriblər evdən bir dənə çıxardıqlar, əsir tutduqlarını tutublar, boşladıqlarını boşlayıblar. Bir dənə qoca kişi içərideymiş. Nəzər qayıdıb deyir ki, ondan bizə nə zərər gələcək? Qoca adamdır. Bunu boşlayaq geçsin. Bunlar da 3 nəfər oldu, xüsusi təyinatlı oğlanlar. Yaşamada çalışanlar. Yəqin ki, hamınız bilirsiniz ki, xüsusi təyinatlılar, yaşamada olanlar olarlıqda qələbəni onlar qazandılar. Hamı qazandı, ancaq onlar irəlidə gedənlərdən idi. Deyib dəyməyin bu qocaya. Qocaya dəyməyin deyib.